Dindarlığın ilk təsiri budur ki, insanı bir çox xəstəliklərdən, stressdən, fikir verirsiniz, indiki dövrdə kimi danışdırsan, hansısa bir psixoloji xəstəlikdən əziyyət çəkir. Və dindarların da içində bu var. Bu panik məsələlər, digər psixoloji sarsıntılar heç zaman indiki qədər çox olmayıb. Nə qədər mənə yazırlar, danışırlar, insanlara baxırsan üzünə, qiyafəsində görürsən ki, normal durumda deyil. Mənəvi, psixoloji müvazinətini itirib. Bu dinin ilk olaraq aradan apardığı şey stressdir. Pərişanlıqdır, narahatlıqdır. Bu dində insanın mənəvi narahatlığı, stres keçirməyi ən ciddi nöqsanlardan sayılır. Və bunun kökünü bu din aparır imana bağlayır. Bir insan stres içində yaşayırsa, deməli imanı zəifdir. Deməli Allahı düz tanımayıb. Və bu şəkildə yaşamaqla biz ilk növbədə dinimizin abrını aparırıq. Bu din insan həyatına asudəlik verməlidir. Bədbinlikdən insanı qurtarmalıdır. Pozitivlik verməlidir. Bu dinin mövzusu təkcə axirət və mənəviyyət deyil, xahiş edirəm buna diqqət edin. Bu dinin əsas mövzusu təkcə axirət və mənəviyyət deyil. Bu dinin əsas mövzularından biri həm də dünya həyatının islah olunmasıdır. Peyğəmbər ilk olaraq qohumlarını dinə dəvət edəndə axirətdən danışmadı. İlk dəfə insanları ki, yığdı, qohumlarını evinə yığdı. Peyğəmbər buyurdu ki, əgər mənim dinimi indi qəbul etsəz, dünyanın sərvərinə çevriləcəksiniz, dünyanın qüdrətinə çevriləcəksiniz. Fikir verin, nəyə dəvət elədi ilk olaraq? Hara çağırdı insanları? Bu aləmdə sərvər olmaq istəyirsinizsə, qüdrətlə yaşamaq istəyirsinizsə, mənim dinimə gəlin. Peyğəmbərin ilk sözü bu oldu qohumlarını yığanda. Ənzir əşirətəkəl əqrəbin 1-ci ayə idi ki, qohumlarını çəkindir, dəvət elə. Peyğəmbər onları dedi, dinimi indi qəbul etsəz, dünya qüdrəti sizin əlinizdə olacaq. Fikir verin, Peyğəmbər hansı uzaq görən məqsədi bəyan edir. Axirətdən danışmadı, dünyadan danışdı. Dünyası abad olmayan insanın çətin ki, axirət abad olsun. Qeyri-mümkündür hətta. Bu dünyada şad yaşayanlar cənnətə gedə bilər. Dünyada şad olmayan cənnətə gedə bilməz. Bilirsiniz, bax, misal deyim sizə, bəsit misal. Hər bir yerə, bir məkana onun əhli toplaşardı, elə deyil. Əyləncə məkanına əyləncə əhli gedər, elm məkanına elm əhli gedər. Görürsən, ədəbiyyat əhlidir, zövq əhlidir, yığışır, şüəra məclisi təşkil edir, orada toplaşır, elədir. Cənnət şadlıq yeridirsə, ora şadlıq əhli getməlidir. Şad olanlar, şadlığın qədrini bilənlər. Sevincin döz əhli var da, sevinclə yaşamağı bacaranlara cənnət qapısı açılardı, elə deyil. Qara gündə yaşayan, bədbəxt gündə yaşayan sevinc məkanında nə işi var? Hər yerə onun əhli gedir. Baxırsan, deyirsən, hə, burada yığışır filan kəslər. Cənnətdə də yığışır, cənnət nədir? Cənnət mütləq şadlıqdır, mütləq sevincdir. Sevinc əhlinin yığışdığı yerdir. Məncə, cənnətin belə izahını biz verməmişik insanlara. Sevinənlər, sevincin qədrini bilənlər, şad yaşamağı bacaranlara aparır ki, sənin yerində, sən bunun əhlisən, burada sənin yerindir. İdmansını apararlar idman zalına ki, əsas sən, bax, nə istəsən sənin ixtiyarındadır. Bilir ki, orada şad olacaq da, bunun ölümü idmandır da, həyatı idmandır. Bir elm adamını apar kitabxanaya deyilən, bu kitablar sənin ixtiyarındadır, gözü işıqlanacaq ki, mən elə bu lazımdır. Oturum elə kitabları yiyim gözlərimdən, heç nə lazım deyil mənə. Bir dənə də adam eşişrət əhlidə apar onu gəzməyə, əyləncəyə deyilən, otur burada, çal, oyunu özün üçün deyər, xoşbəxtlikdir mənim üçün. Cənnətdə də necədir? Cənnətdə deyir ki, sevincin qədrini bilən, sevinc əhli, girin, burası sizin yerinizdir. Yaxşı məntiqdir, düzgün məntiqdir əlbəttə ki. Qaragün adamın orada nə işi var? Bədbəxt biçarə adamın, bədbin adamın, onların yeri deyil. Biz dünya həyatının indikindən qat-qat çox keyfiyyətli yaşaya bilərik və yaşamalıyıq. Təəssüf ki, bunu danışan həmişə deyirəm ki, mənəm. Təəssüf ki, bu halda olan adam çıxıb buradan danışmır ki, sözü ilə halını da ötürə bilsin cəmaata. Amma da neyiniyəm, mən bilmirəm, yarı yoldan qayıda bilmərəm.
Neçə dəfə düşünmüşəm ki, bəlkə bu məsuliyyət yükü mənim üçün çox ağırdır. Bəlkə, amma görürsən ki, elə yerə gəlib çatmışıq ki, mənim kimilərdə geriyə də yol yoxdur. Danışmaq da bir cür əziyyət verir adama ki, axı, bu danışılanla mənim həyatım arasında ciddi fasilə var. Amma neyiniyəsən, qalırsan çətinlikdə ki, danışmasan bir cürdür, danışırsan bir cürdür. Həqiqətən, mənim öz problemlərimdir, içimi narahat edən məsələlərdir ki, sizlə bölüşürəm. Biz mənəvi dəyərlərə üst tutsaq, ilk növbədə bizim dünyamız abad olacaq. Onun təsiri həyatımızda hiss olunacaq. Axirət üçündə gedən insan, axirətə doğru hərəkət edən insan da bu prosesdə dünyası başlayır abad olmağa. Necə ki, biz məsələn Bakıdan Gəncəyə gedəcəksə, orada müxtəlif şəhərlərdən keçməyimiz də təbii olur da. Gərək məsələn, filan şəhərdən keçəsən, filan şəhərdən. O yol istər-istəməz bu məntəqələrə də səni çatdırır. Axirət xoşbəxtliyi məqsədi də qoysaq, əgər bu prosesdə, bu hədəfə doğru gedən yolda bizim dünyamız abad olacaq. Dünyamız abad olmalıdır. İmam Zaman gəlib dünyanı abad edəcək axirət yolunda. Mən həmişə deyirəm ki, təsəvvürüm az da olsa var, adam düşünür də, deyəcən, kaş insanlar görərdi ki, yaşamaq nədir? Bax, bilirsiniz, İmam zuhur eləsə, Allah qismət eləsin, biz o günü görək, daim səbrimiz tükənir də, səbrimizin tükənməsini də özünə elan eləməliyik, Allaha elan eləməliyik. İlahi əzüməl bəla, dualarda var. İlahi bəlalar çoxalıb və çox şikayətlər var ki, daxil olmaq istəmirəm də o dualarda. İlk olaraq o zuhur eləyəndə insanlar deyəcək ki, yaşamaq buymuş. Biz deyəcək, yaşamamışıq. Bax, birinci söz, birinci zehnə gəlir. Deyəcək, həyat buymuş. Biz deyəcək, yaşadığımızın adı nə idi? O ləzzətini ki, dadını ki, çıxardacaqlar həyatın. Cəmaat elə bilir, imam gəlib ibadətlə yükləməyə adamı. Gəlib insanları yükləsin, ibadətə çağırsın, filan duanı oxu, filan. Valla təsəvvür yanlışdır. İmam yükləməyə gəlmir, yükdən azad eləməyə gəlmir. İnsanlar birdən rahat nəfəs alacaq, çiynindən yük götürüləcək. Deyəcək, biz indiyəcək, yaşamaq nədir bilməmişik. Yaşamaq buymuş. Və dinin məntiqi budur. Din o xoş yaşayışı bəxş eləmək istəyir insanlara. Onun yolunu göstərir insanlara. Din bəşəriyyətə mənəvi nicat vermək istəyirsə, əvvəl gərək maddi baxımdan bəşəriyyətə nicat versin. Zuhur fəlsəfəsi budur. Liyuzhirahu aləd-dini kulli. Din tam gərək icra olunsun. Din tam icra olunmağa başlayanda insanın həyat keyfiyyəti artır. Həyatdan aldığı zövq artır. Ona görə bəzi insanlar, mən o gün bir alimin yazısıydı, oxuyurdum. Bir dostumuz daha doğrusu göndərir ki, bu mümkündürmü? Yazır ki, günah mümkün olmayacaq, günah. Necə? Açıq olacaq qapısı, gedən olmayacaq. Xəyanət olmayacaq. Bilirsiniz niyə? İnsana həyat lazım olan kefi versə, çatışmazlıq olmasa günaha ehtiyacsız olduğunu insan başa düşəcək. Biz günaha niyə çox gedir insanlar? Həyat lazım olan zövqü vermir, keyfi vermir, çatışmazlıqlar ruhda. Vadar eləyir ki, gedim bəlkə bunu təcrübə eləyim, gedim onu təcrübə eləyim, özümü dağa, daşa vurum. Amma o baxımdan insan aram olsa, çox təbiidir insanın günaha getməməyi. Çox çətinləşdirmişik sadə məsələləri. Ona görə bizə deyəndə qəribə gəlir, deyir ki, bu da cəmaatı məsələn nağılla aldadırlar, yeryüzü belə olacaq. Xeyr, həyat insanı tam qane eləsə, adam nəfəs almaqdan ləzzət alsa, valla günaha tərəf getmək haqda düşünməz. Ehtiyac olmaz günaha tərəf getməyə. Din bizə elə bir həyat verir ki, onda narahatlıq olmasın. Problem olmasın demirəm, amma narahat olmayaq, narahat yaşamayaq. Olmaz narahat yaşamaq. Olmaz məsələn, bir saniyəsində Allah rəva bilmir ki, problem olacaq, çətinlik olacaq, narahat yaşamayın deyir. Heyfdir yəni, heyfdir. Bu həyatın bir saniyəsi də heyfdir. Və çox vaxt, bunlar hamısı müqəddimə idi.
Həftədə bir dəfə bizim fürsətimiz olur danışmaq deyə biraz çox danışırıq. Məcbur oluruq müqəddiməni də uzadaq. Amma gələk çıxaq məsələnin məğzinə. Rahat yaşayışı təmin edən ən əsas amil deyərdim. Ən əsas amil təvəkküldür. Allaha təvəkkül eləməkdir. Özə təvəkkül hal deyə əməl deyil. Ona görə asandır. Heç də hər fəzilətli şey ən çətin olan deyil. Bilirsiniz, bunu da deyim sizə. Bəzən biz eləmir ki, bütün fəzilətli şeylər çətindir, yox. Bəzən asan şeydə böyük fəzilət var. Bu qaydanı da mənimsəyək. Bəzi çox böyük fəzilətlər var ki, asan işdədir. Məsələn, Məhərrəm ayda danışırdıq. Nə qədər fəzilət var İmam Hüseyin ziyarətinə, İmam Rıza ziyarətinə. Amma zərrə çətinliyi yoxdur. Asan, ya məsələn İmam Hüseyin əzadarlığına, İmam Hüseyinə qəmlənməyə, çətin deyil axı. Asandır, amma fəziləti də çoxdur. Ləzzəti də çoxdur. Cənnətə getmək çətin deyil, valla. Cəhənnəmə gedirik, gərək təəccüblənək. Təəccüblüdür ki, adam cəhənnəmə necə gedir? Təvəkkül asan və mükafatı çox olan keyfiyyətdir. Allaha təvəkkül eləmək. Bir var, bəlaya düşürsən, nəsə başqa bir bəla, bir xalqa görsən, Allah eləməsin, zəlzələ gəlib, bəla gəlib, çətindir də bu. Allah da əcr verir çətinliyə. Bir də var, yox, asan işə böyük əcr verir, və təvəkkül o şeylərdəndir. Təvəkkül asandır, haldır. Hal da özündə yaradırsan. Və böyük bir əcr verir. Bəzi ibadətlər, hallar var ki, çox asandır, amma dərəcəsi çox yüksəkdir. Fəziləti çoxdur. Belə də olur. Allaha təvəkkül asan bir xüsusiyyətdir. O qədər də zəhmət lazım deyil. Təvəkkül nədir? Təvəkkülü bir cümlə ilə deyə bilərəm. Təvəkkül ancaq və ancaq başının üstündə bir həqiqətin olduğuna diqqət eləmək. Allah adında həqiqət. Allah başımın üstündədir. Və səlam. Bu qədər sadədir. Allah başımın üstündədir. Allah mənəndir. Buna diqqət eləmək. İnsan necə aram yaşayır? İlk növbədə zehni aram olarsa, xəyalı arxayın olar. Xəyalın bir rahat olsun. Rahat olasan. Bu rahatlığı təmin edən şey təvəkküldür. Dünən bizim evdə uşaq mənə deyir ki, niyə biz Allahı eşitmirik? Niyə bizlə danışmır? Məsələn, hərdən bir desin, belə elə filan. Uşaqdan sual da yaranıb onda, soruşur məndən. Mən öz-özümə sonra düşünürəm, adam uşaq da bir söz deyəndə fikirləşsən ki, doğrudan da niyə? Sonra fikirləşsən ki, çox da ehtiyac yoxdur Allahı eşitməyə, ehtiyacımız yoxdur. Çox sözə ehtiyac yoxdur. Dedim də uşağa öz dilində başa saldım. Bəli, o bizə kitab göndərib danışıb, amma hər dəqiqə hər şey deməyə ehtiyac yoxdur. Biraz diqqət çox şeyə çatdırır bizi. Peyğəmbərin Allah buyurur ki, fəzəkkir, innəmə əntə müzəkkir. Onlara xatırla, bunlar bilir hər şeyi. Nəsə öyrətmək, dərdən qabıqdan çıxmağa ehtiyac yoxdur. Yadlarına sal, bilirlər, içərində var. Xatırlat sadəcə. Allah bizə deməlidir ki, mən sizlənəm, hər dəfə. Çətindir bunu başa düşmək ki, o bizləndir. Allah deməlidir ki, mən sizi sevirəm. Bunu çətindir başa düşmək. Sevgidən başqa nə səbəbi var bizi xəlq eləyib? Ehtiyacsız varlığın. Allah bizə deməlidir ki, mən qüdrətliyəm. Hər dəfə nə üçün bunu desin? Ben bunu başa düşmək çətindir. Allah hər dəfə deməlidir, başqalarından qorxma, mən sənnənəm. Bunlar axı çox sadə məsələlərdir. Olduqca sadədir, diqqət etmirik, diqqət eləmirik. Bəzi məsələlərə vallah çox çətinləşdirir. Bəzi məsələlər var ki, diqqət eləmək kifayətdir ki, aram yaşayaq. Yanımızdan keçir diqqət eləyəndə aram yaşaya bilirik. Təkcə aram yaşayaq yox, həm də hadisələr dəyişsin. Təvəkkülün iki təsiri var, yadınızdadır keçən həftə dedim. Bir, psixolojik rahatlıq, o məndəndir. Bəziləri bilir ki, təvəkkülün faydası bundan məhdudlaşır, bitir. Yəni, mən bildim ki, Allah məndəndir, çətinliklər olacaq,
amma mən rahat olacam. Yox, belə deyil. İkinci təsiri də var. Təvəkkül hadisələrin gedişatını dəyişmək gücündədir. Bir söz deyim sizə. Biri mənə zərbə vuracaqdı, tutaq ki, zərbə vuracaqdı. Qorxmadım, Allah qoymur ona mənə zərbə vursun. Hadisə dəyişir. Təvəkkül təkcə hal deyil, hadisələrə təsir göstərir. Biri birinə zərbə vuracaqdı, Allaha arxalandı, Allah qoymadı onun zərbə vursun. Bu olur, bu olur. Təvəkküllə deyil ki, onsuz da olacaq, olmalıdır, sən sadəcə aram ol, yox. Təvəkkül olacaqları dəyişir. Bir başına bir nəfər birinə zərbə vuracaqdı, Allah gördü ki, bu şir ürəyi yiyib, Allaha söykənib, Allah dedi ki, qoymayın onu vursun, bu mənə söykəndi, mənə arxalandı. Mələklər deyir, buna zərbə dəyməli idi, filan. Deyir, yox, təqdirim dəyişdi. Bu ki, rahat yaşayır, buna mükafat verməliyəm. Rahat yaşamağın mükafatı budur ki, o zərəri qoymuram ona, bu mükafatdır. Necə yəni, mən rahat yaşayıram, sən mənə mükafat verirsən? Bəli. Allah xoşdur da biz rahat yaşayaq. Ana necədir? Övladı şad olanda o da şad olur. Allah da belədir. Görəndə sən şadsan, o da şad olur, yəni məmnun olur, razı olur səndən və sənə mükafat verir. Mükafat verir. Allah analardan 100.000 dəfə, milyon dəfə, rəqəm azizdir deyəsən, nə qədər artıq mehribandır. Allah xoşdur ki, biz rahat yaşayaq. Biz rahat yaşamaq üçün xəlq edəyik. Və biz rahat yaşayanda başlayıb bizə mükafat verməyə, bir çox bəlaları bizdən uzaqlaşdırır. Təvəkkül nədir? İki həqiqətə inanmaq. İki həqiqətə inansaq, təvəkkül əhliyik. İkicə həqiqətə. Bir, Allah mehribandır, ən mehribandır. Məni çox sevir. İki, Allah çox qüdrətlidir. Qüdrətin qabağında heç nə dayanmaz. Bu iki şey inanmaq. İnana bilməliyik. Bizim arxamızda qüdrətli və rəhimli Allah dayanır. Deyir, ged mən sənnənəm. Yenə titiririk. Filan kəs deyinəcək. Deyir, mən sənnənəm. Deyir, eşidək səsini, nə qədər desin? Neyinir səsini eşitmək? Çətindir bunu başa düşmək. Biz çox zaman bilirim, mehribandır Allah, amma qüdrətinə şəkk edirik. Danışanda deyir, yox, Allah hər şeyə qadirdir, biz şəkk edirik. Və həyatımızda olur, böhrandır, hə? Hər şey dirənib də məngənəyə düşmüşük. İşıq görsənmir. Orada ki, deyirsən, vay, batdım, deməli, sən deyirsən, Allahın qüdrəti yox. Biz əslində o məqamda Allahın qüdrətinə inanmırıq. Qüdrətinə inanmaq budur ki, deyirsən, vay, batdım nədir? Güc onun əlindədir. Mən hadisələrlə nə işim var? Bu hadisələr barmağın işarəsi ilə dəyişər. Barmağın işarəsi ilə hadisələr çox cüzlü bir şeylərdən olsun. Amma biz indi deyirik, Allah qüdrətlidir falan. O məqamda görürük, yox, çıxış yolu yoxdur. Başlayırıq qüdrətə şəkk eləmək, o da bacarmayacaq. Deyir, Allah bacarmayacaq. Dildə demirik, ürəyimiz bunu deyir. Ona görə düşürük sarsıntı. Təvəkkül budur ki, iki şey var Allahda, ona inanasan. Bir o mərhəmətlidir, bir də qüdrətdir. Keçən dəfə dedim, biri olsa, biri olmasa yenə təvəkkül eləyənməyəcək. Çünki ola bilər biri mərhəmətli olsun, gücü çatmasın bizə kömək eləmək. Amma bizi çox sevsin. Yaxud da qüdrət olsun, bizi sevməsin. Biri çox adam var, gücü var, məni sevməyəndən sonra, mənlə heç bir əlaqəsi olmayandan sonra mənə niyə kömək eləməlidir? Amma Allah iki xüsusiyyəti cəm eləyib. Deyim, mən həm güclüyəm, ən güclüyəm, gücümün qabağında heç nə dayanmır. O səni qorxudanlar var, bir dənə barmağımda nəzərəm olar. Səni qorxudan hadisələr var, onlar bir saniyə dəyişərəm. Və mən səni sevirəm, səninlənəm. Allaha təvəkkül eləməmək, Allaha qarşı hörmətsizlikdir. Hörmətsizlik bəs necə olur? Yəni, sən bacarmırsan, təvəkkül eləməməyin mənası. Yəni, narahatsan demək, sən bacarmırsan. Bunu ədəbsiz şəkildə Allaha deməkdir. Təvəkkül eləməmək halı budur. Və biz bu hörmətsizlikdən Allaha çox eləyirik. Tez-tez eləyirik. Ona görə təvəkkül eləməməyə görə cəzalanır insanlar. Həyat cəzalandırır onları. Hədislər deyir ki, düşünün ölüm haqqında. O ölüm ki, adını deyir çəkməyin. Bizim cəmiyyət deyir ki, sən Allah ölümdən danışma. Bir yaxşı söhbət elə ürəyimiz açılsın. Bir məsələn, mahnı qoy, keyfimiz açılsın. Ölümdən danışma. Ölümdən danışmaya da dartır qulağını da uzadır ki, məndən uzaq olsun. Stola da belə vurur.
Ki, məsələn, bundan danışmayın, məndən uzaq olsun bu. Bu, yanlış bir mədəniyyətdir, ümumiyyətlə. Adam ölümdən düşünəndə, ölümdən danışanda əvvəla ölüm yaxınlaşmır. Əksinə deyirlər, ömür uzanır. Ölümdən fikirləşəndə. İkincisi, düzgün şəkildə ölümü dəyərləndirsən, nəinki bədbin olmursan, əksinə pozitiv olursan. Əksinə möhkəm olursan, düzgün ölümü tanısan, ölüm haqqında düz düşünsən. Ölüm dünyanın faniliyini çatdırır və dünyanın faniliyini başa düşən adam dünyanı buraxmır ki, mən bu dünyadan əl üzüm gedim, məsciddə oturum, ölümümü gözləyim. Dünyanın faniliyini başa düşən insan dünyaya könül bağlamır. Və könül bağlamamağın mənası o deyil ki, biri dünyaya könül bağlamayıbsa, çalışmır onu əldə etməyə. Bunlar ayrı-ayrı şeylərdir. Dünyaya könül bağlamadan onu əldə etməyə çalışmaq lazımdır. Və bunun xeyri nə olur ki, könül bağlamadan əlvə gəlib düşdüsə, ondan daha faydalı istifadə edəcəksən, fayda verəcəksən. O səni narahat eləməyəcək. Bəs, əgər könlün bağlı deyilsə, stimul, motivasiya nədir dünyada alıca getməyə? Motivasiya budur ki, sənin axirət yolun, səni yaradan Allahın deyir ki, sən dünyanı qazanmasan, təmbəllik eləsən, otursan, iş görməsən, sən axirət də qazanmayacaqsan. Dünyanı axirət niyyətinə qazan. Onda daha pozitiv olur insan. Onda nəticələr insanı ruhdan salmır. O gün qulaq asırdım, keçmişdə də mən sizə bu söz demişəm. Bir arif adam var idi, alim idi. Üzüyün üstünə yazmışdı bir dənə gözəl bir cümlə, kiçik cümlə. Amma bütün dərdlərin dərmanı idi. Üzüyün üstünə yazmışdı ki, bu da keçər. Bu da keçər. Bu bir dənə bu cümlə. Deyir, haçan qəm ona üst tuturdu, çətinliklər, sıxıntılar, baxırdı üzüyə, deyir, bu da keçər. Bir cümlədir, sehirli cümlədir. Sehirli cümlədir. Düşünə bilsə, başa düşə bilsə. Hasan uğur ona üst tuturdu, başı gicəllənəcək, ay mən filan, məqam, pul, filan, axın, sel gəlir. Onu yenə baxırdı, bu da keçər. Bu da keçər, yəni çox da başın gicəllənməsin. Gələcək, gedəcək, yəni elə bilmə ki, dünyanı tutub gedəcəksən. Müvazinətdə belə qoruyurdu. Belə qoruyurdu. Əli əleyhissalam buyurur ki, qərrirhu bil-fina. Qərrirhu, gözəl söz, deyir, qəlbinizdən dünyanın faniliyinə təsdiq alın. Qəlbinizi təsdiq etdirin bunu. Qəlbiniz möhür vursun. Bilirik axı, dünya fanidir. Dünyada bir adam yoxdur ki, bilməsin, dünya fanidir. Hamı bilir də, görür ki, axır ölür də, dünyadan köçür. Bəs niyə görə yapışıb yenə ondan qopa bilmir? Çünki qəlbindən iqrar almayıb. Qəlbin deyir, təsdiq eləsin, bilmək az deyil. Qəlbivə biraz təlqin elətdir bunu. Qəlbin inansın buna. Qəlbin bunu qəbul etsin. Dalğanın üzərində yaşayasan, həyatın dalğaları var, fəqirlik dalğası gəlir, çıxasan üzərində hərəkət edəsən. Sonra zənginlik dalğası gəlir, sonra məqam dalğası gəlir. Dalğanın içinə düşəndə hərəsi bir tərəfə insanı atacaq və sən uzaqlaşacaqsan, yaxud da batıracaq səni. Düşüncə bir çox şeyi həll eləyir, təfəkkür bir çox şeyi həll eləyir. Adam ölümdən fikirləşəndə əli soyumur, əksinə ölümdən düşünməyəndə problem böyüyür gözündə, əlin ayağın soyuyur. Amma ölümdən düşünəndə problem kiçilir ki, əşi, bu müvəqqəti, bu dünya özü nədir ki, problemin olur? Nədir ki, 5 gün burada qalacam, bunun özü nədir ki, bunun dərdi sərin olur? Yavaş-yavaş görürsən, gözündən düşür. Müvəqqətiliyini başa düşdükdə, problemlər kiçik görünür və bir çox problemlər ümumiyyətlə olmur. Təfəkkür edəndə. Mən sizə bunu bəlkə hər xütbədə bu mövzuda demişəm, bir daha təkrar eləmək istəyirəm. Bu çox mühüm nöqtədir. Bugün bunu bir daha təkrar edirəm. Problemlər, bəlalar bir çox hallarda bizə nəyisə başa salmaq üçündür. Biz əgər təfəkkürlə nəyisə başa düşdüksə, problemlərin çoxunu Allah deyir ki, yığışdırın. Bunun məqsəd buna anlatmaq idi. Bunu tüğyandan saxlamaq idi. Bunun təkəbbürünə zərbə vurmaq idi. Bunun təkəbbürünü
Bəla gəlir, yerində oturdur. Adam tüğyan eləyəndə bəla gəlir, düşündürür insan. Anladır ki, sən çox da belə özündən razı olma. Bəla anladır. Adam da var, düşünüb anlayır. Allahla insan arasında ən böyük problem tüğyandır, məmməndir. Məmməni Allah həll edir. İnanın ki, mən oxumuşam da, biraz mütaliə eləmişəm, baxmışam. Baxırsan, görürsən ki, bu təkcə dindarlara aid deyil. Ümumiyyətlə, dahilər, nəsə həyatda əldə eləmiş insanlar, həyatlarını mütaliə edib, maraqlı gəlir adama ki, bunlar adi insanların həyatını yaşamayıblar da, bunların nəsə fərqləri olub və baxıb görürsən ki, məsələn, mən bir zaman oxuyurdum Dostoyevskinin həyatı haqqında, deyir, ilk əsərini bilirsiniz, 20 neçə yaşında böyük bir səs-küy sala bilib. Bədbəxt insanlar əsərini yazıb və deyirlər ki, onu Nekrasova təqdim edib. Ondan sonra bu ədəbi mühitdə belə bir səs yayılıb ki, Gogol dirildi təzdən. Bu cavan oğlandı. Yazırlar tarixdə ki, bu o qədər məğrur olur, özündən razı olur ki, mən dahiləri özümə aşiq eləyə bildim. Qardaşına məktubunda yazır ki, Gogol mənim yanımda, yəni biraz dayaz adamdır. Mən ondan da dərinəm filan. Onun barəsində biz məktəbdə də bunları oxumuşuq sonradan da. Yəni orada bu məsələ xırdalanmır. Mən özüm bu baxışla baxıram. Deyir ki, bu cürünə səs-küy salandan sonra bu ki özündən razı olur. Dalbadal neçə dənə povest yazır, nəsə yazır. Heç biri uğur, hamısı uğursuz olur və başlayırlar bunu tərifləyənlər bunu ələ salmağa. Ki, bu ləkədir deyirlər ədəbiyyatın adına. Dostoyevski haqqında belə bir söz deyiblər bir müddət ki, ədəbiyyat üçün bir ləkədir. Ondan sonra deyir, bu depressiyaya düşür, filan, sonra tutulur, filan çətinliklərə düşür, filan. Yerində oturandan sonra təzədən bir şey yazır, görürsən ki, gəlir olur Dostoyevskidə də dünyanın klassiklərindən biridir, dahilərindən biridir. Baxırsan, görürsən ki, insandır, yetişmək istəyirsə, bir an içində o mən hissi gələndə Allah onu da hadisələrlə oturur ki, yaza bilsin, yarada bilsin. Bir dənə də misal deyim, bir müddət əvvəl baxırdım, mən onu köhnə adamlar tanıyar, gənclər tanımaz. Igor Kirillov var idi, Vremyanın aparıcısıydı. Sovet vaxtında o xəbərləri də qəribə bir səslə oxuyurdu. Bir nömrəli diktor sayılırdı. Təxminən 50-ci illərdən ta bu il dünyasını dəyişdi. Bu il 89 yaşında, səhv eləmirəmsə. Dünyasını dəyişdi. Bir müsahibəsi var. Deyim, mənim müəllimim bir şey öyrətmişdi həmişə ki, sən heç zaman komplimentə filana fikir vermə. Səni tərifləyən olacaq filan, onlara fikir vermə. Sən deyir həmişə tənqidə önəm ver. Tənqid faydalıdır sənin üçün. Hətta düşmənlərin tənqidi. Daha çox düşmənləri, səni sevməyən, qərəzli adamlar var. Onların tənqidinə daha çox fikir ver. Çünki onlar çox zaman səni lap izləyir, sənin eybi rahat tapır. Dost görmür də, düşmən isə görür. İndi nə olsun o düşməndir, qərəzlidir, nə üçünsə deyir, səni gözlür. Onun niyyəti ilə işin yoxdur. Sözünə bax, bil ki, o qurdalayıb səndə doğrudan da olan bir eybi tapacaq ki, olmayan bir şey deyəndə təsir eləmir, sənə zərbə vurmaq üçün. Bunları danışır, deyir ki, milyonlarla adam mənə, mən bunu bir ruhanidən danışmışdım, indi də qeyri-ruhani bir adamdan danışım. Deyir, mənə bütün Sovet İttifaqından sevgi məktubları filan, həm yaraşıqlı adam sayılırdı, həm bir nömrəli idi də, yəni. Belə, elə filan, deyir, bir gün deyir, verilişə hazırlaşırdım. Hansısa tədbirin aparıcısıydım, ona hazırlaşırdım, başım aşağı baxıram. Deyir ki, rus qadını danışır, mənə görmür arxada. Deyir, mən bu Igor Kirillovdan heç xoşum gəlmir, heç bacarmır bu aparıcılığı, səsi də belə bir cürdür, filandır. Filancikdir, ondan daha yaxşıdır, deyir. Mən, deyir, yandım əlimdə oxuduğum şeyi saxladım, deyir, başladım, deyir, gülməyə, qəhqəhə ilə gülürəm. Deyir, cəmaat dedim ki, başım xarab olub mənim. Dəli oldum, birdən-birə gülürəm.
Dedim ki, müəllimin sözü yadıma düşdü və gördüm ki, bu mənim özümü bəyənməyimə ən sarsıdıcı zərbə idi. Bunu dindar adam, dindar özün dininə inancına inanır. Yəni, təkcə elə bilməyin ki, bu söhbətlər burada gedir elə məsciddə. Bu, ağıllı insanların gəldiyi nəticə. Mən gördüm ki, mənim özümü bəyənmişdim çox. Elə bilirdim ki, elə mən burada mənəm Bağdadda kör xəlifə. Mən orada gördüm ki, yox, sən bəyənməyənlər də çoxdur. Və gördüm ki, sevindim bundan, şad oldum. Sevindim ki, mənim o özümü bəyənməyimə bu şəkildə zərbə dəydi. Allah biz insanların o içində olan o təkəbbürü, tüğyanı bəlalarla vurur. Amma bəzi adamlar zirəkdir, ağlı ilə, təfəkkürü ilə öz nəfsini öz yerində elə otuzdurur ki, da bəlaya ehtiyac olmur, da sıxıntıya ehtiyac olmur.